Şuşanın qayaları ilə dırmaşan oğulların bir qisminin anası hazırda buradadır. Övladlarının şəhid olduğu dağlara baxırlar, həm nalə yağdırırlar, həm şükür bugünümüzə deyirlər. Həqiqətən çox çətindir. Anaların fəryadını eşitmək. Bilmirik ki, bəlkə də itkin şəhidlərimizdən bugün hər hansısa biri bu qayalığın hansısa daşının dibindədir. Çünki bizim bir neçə şəhidimiz hələ də itkindir. İllər ötməsinə baxmayaraq onlar tapılmırlar. Vətən torpağı müqəddəsdir çünki orada. Uyuyan gördüyünüz kimi belə qeyrətli oğullar var, Şuşaya qədər gəlib çıxan oğullar var. Və anaların iç yanğısını anlamaq əslində yəni o qədər də çətin deyil. 7 gündən sonra qələbədə balam şəhid oldu, noyabrın 1-i. Şəhid anaları Cıdır düzünü gül ləçəklərinə bürüdülər. Övladlarının şəhid olduğu yerlərə belə çiçəklər səpdilər. Və indi bu dağlar güllü çiçəklidir.